Salam hər kəsə. Birinci qrupların qəbuluna düşən kompleks ədədlər bölməsinə aid belə bir sual verilib. Sualda bizdən kompleks ədədi ilə onun qoşmasının hasilini soruşur. Demək, ilk öncə kompleks ədədini yazaq. 2-də 7 plus 2-də 1i. Bu kompleks ədədin qoşması sadəcə bu ortasındakı müsbət işarəsi ilə fərqlənir. Yəni, eləyər 2-də 7 minus 2-də 1i. Bu hasili tapsam mən ifadəmin də cavabını tapmış olaram. Bu da a plus b, a minus b verir. Bunun da açılışı a kvadrat minus b kvadratdır. Yəni 2-də 7-nin kvadratı 4-də 49 minus 2-də 1i-nin də kvadratı 4-də 1i kvadrat bərabərdir. 4-də 49 minus i kvadrat bilirəm ki, mənfi 1-dir. Həmin mənfini də bu mənfiyə vursam eləyir müsbət 4-də 1 bərabərdir 4-də 50. Bu isə 12 tam 2-də 1 olur. Doğru cavab A variantı.